Bayağı yakışmış. Gözəl bir şeydir. Mən bax 4 il kollec oxudum. İnandırım səni heç nə öyrənmədim. Amma 2 həftə fırıncının yanında yandım. O sofra macunlarında dəfnə gəldi. Təbii olmalı. Biz də Allah macun. Sənətdən baxırıq. Lahmacunu da qəşəng hazırlayır. Nəzərdə çatdırdım ki, bu məkan Sumqayıtda yerləşən 400 mikron ərazisi gedir. 2-ci mikron. Ordubad marketlə üzbəüz Hicaz dönər nömrə 1. Hicaz nömrə 1. Tanıyanlar, qardaşlar tanıyır, Sumqayıtda olanlar. Ailəvi məkandır. Burada bu hissədə termometre bu hissəyə Bir dənə başa sal yaşa. Sən Bardacı ışıqda da fazlada yüzdə 40%, 30% fərq verir. qardaşım Bu da qısa mərkəzi. dadı təmiz fərqli olur. Bu obyektin Qara usta, sən özün farsunca özü quraşdırmış ustanı. Bizdə farsunkalar da satışdadır ama həm oxuyur, həm işləyir. Altında belə Gözəl bir lahmacun hazırladı. Bu fırına istifadə olunan və içərisində gördüyünüz 2 ölçülü o dalanlı kərpiclər olsun, onun kərpicinin hörgü məhsulu olsun, aksesuarlar olsun, yəni termometri nəzərdə tuturan. Və bunun üzərinə vuran qara rəngdə gördüyünüz bu o dalanlı boyadır. Sertafın üzərində tutan nəsində edə bilərik. İstədiyimiz ölçü, istədiyimiz formada, istər evlər üçün, istər restoranlar üçün bəyəndiyimiz modelə hansı materialda nə qədər. Bundan sonra artıq qiymət bəlli olur. Yəni uyğun olursa gəlib materialları alırsınız. Çox gözəl bu sobada bir şey yeməklərdən deyə bilərlər. Bu sobanın effektini onlar da yəni dada bilərlər. Bunun yaradıcısı lahmacunları göstərir. Hicaz nömrə 1. Burada bu Ədalət ustanın hazırladığı